Herkese salam. Adım Aysel, 23 yaşım var. YouTube'da yeniyəm ve yeni videolar paylaşırım. Son dönemler video paylaşa bilmirdim. Əsas səbəb isə mən təhsil alırdım və Bakıdan rayona gəlməliydim. Hazırda yoldayam və rayona gəlirəm. Xəyallar qururam. Burada mən ev tapmışıq, nişanlımla birgə ev alırıq və evi təmir edirik təbii ki. Sıfırdan demək təmir elədik. Evə bəzi əşyalar da aldıqdan sonra artıq toy prosesinə başlayırıq. Toy prosesi haqqında danışmaq istəsəm, çox çətin olduğunu deyə bilərəm. Çünki ilk dəfə idi və nəyin necə eləyəcəyini bilmirdik. Və bizim adətlərimizdə də o qədər qarışıq işlər var ki, əslində. Yəni mən tamamilə bilmirdim nəyi necə eləyim. Bu dönem bizim əsas köməyimiz, dəstəkçilərimiz, qohumlarımız idi. Sağ olsunlar, bizə çox yaxşı kömək elədilər. Hər kəslə birgə köməkli bu işləri yoluna qoyuruq. Gedirik cehizlərimizi aparmağa. Onu demək istəyirəm ki, mən kənddə yaşayıram. Burada artıq rayona gedirik cehiz aparmağa və gəlirik. Təbii ki, ilk növbə düzəldiyimizi yandırıb başlayırıq cehizlərimizi düzməyə. Cehizlər düzüləndən sonra evdə qonaqlıq təşkil edirik və daha sonra toydan bir kadr görürsüz, biz təbii ki evlənirik və sonra yenə bir qonaqlıq təşkil edirik, çünki burada bizim nikahımız olub, sevinirik və sonra biz toydan bir ay sonra çox xoş bir xəbər eşidirik, qeyd eləməyə gəlmişik.